Bismillahirrahmanirrahim. Salam əziz müsəlmanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Hücurat surəsinin 9-cu ayəsi barəsində danışacağıq. Allah Teala buyurur: "Və in taifatan minel mu'minin iqtatalu fa aslihu beynehuma." Əgər iki mömin dəstə arasında ixtilaf düşərsə, onlar arasında sülh yaradın. فإن بغت إحداهما على الأخرى فقاتلوا التي تبغي حتى تفيء إلى أمر الله. Yox, əgər bu iki dəstədən biri ya bu iki şəxsdən biri digərinə qarşı haqsızlıq eləyirsə, həddin aşırsa, onda siz o həddin aşana qarşı mübarizə aparmalısınız. O həddi aşanın qarşısında durmalısınız. Yox, əgər onlar sonradan başa düşüb, yəni o həddi aşan şəxs sonradan anlayıb, ya indi qorxub çəkinirsə, ya başa düşüb, anlayıb geri addım atarsa, فَاِنْ فَاءَتْ فَأَسْلِهُ بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا اِنَّ اللّٰهَ يُحِبُّ الْمُقْسِدِينَ. Onlar arasında ədalətlə sülh edin, çünki Allah ədalətliləri sevir. Ayənin birinci hissəsində Allah Teala müsəlmanlara, möminlərə belə bir göstəriş verir. Müsəlmanlar arasında, istər indi bu iki dəstə olsun, iki tayfa olsun, ya iki şəxs arasında, ya iki qohum arasında, iki qonşu arasında hər hansı bir problem yaranırsa, hər bir insanın vəzifəsi budur ki, onlar arasında sülh yaratsın, onları barışdırsın. Deyə bilməz, mənim nəyimə lazım? Mən kənara çəkilirəm. Bu günahdır. Müsəlmanın məsuliyyəti var. Hər bir insanın üzərinə düşən öhdəliyi vardır. O yerdə ki, biz kömək edə bilərik, insanlar arasında səmimiyyət yarada bilərik. Hətta bizə icazə verilir ki, yalandan istifadə edin, yalan danışın, iki nəfər arasında sülh yaradın. İki nəfəri barışdırın. Peyğəmbərimiz buyurur ki, müslih insan, sülh yaradan insan yalancı hesab olmaz. Baxın, görün, nə qədər bu məsələ əhəmiyyətlidir ki, hətta İslam bizə belə hallarda iki nəfər arasında, iki qohum arasında, dost arasında, tayfa arasında sülh yaratmaq üçün yalana da icazə verir. Peyğəmbərimiz buyurur: "Mən məşə fi sulhin beynətneyn Salla aleyhi mələikətullah." Hər kəs iki nəfər arasında sülh yaratmağa çalışarsa, Allahın mələkləri ona salavat göndərir. Hətta yarci və u'tiyə əcrə leylətil qadr. Allah ona qədr gecəsinin savabını verəcəkdir. Biz bilmirik bu üç gecədən hansı biri Qədir gecəsidir. Hədisdə Peyğəmbərimiz buyurur, hər kəs iki nəfər arasında sülh yaradarsa, iki nəfəri barışdırarsa, buna cəhd edərsə, Allahın mələkləri ona salavat göndərər. Nə qədər ki, bu işdə çalışır o. Və onun əməl dəftərinə Qədir gecəsinin savabı yazılacaqdır. Digər bir hədisində Peyğəmbərimiz buyurur: "Sədaqatul insani əl-vəsatatu beynən nas." İnsanlar arasında vasitəlik etmək, bu özü sədaqə vermək kimidir. Sədaqə vermək deməkdir. Yəni, sədaqə vermək təkcə hansısa bir kasıbı pul verməkdən ibarət deyil, ya süfrə açmaqdan ibarət deyildir. İnsanlar arasında sülh, səmimiyyətli yaratmaq, hətta bir sözlə olsa belə, bir hərəkətlə olsa belə, o sədaqə yazılır. Və sə'yu fīmə yəkunu səbəbən li-itfa'in na'ira. Sən bir odu söndürməyə çalışırsansa, ixtilafı aradan qaldırmağa səy göstərirsənsə, bu özü sədaqə hesab olunur. Bu, müsəlmanların birinci vəzifəsidir. Yəni, iki nəfər arasında, iki cəmiyyət arasında problem yaranıbsa, birinci vəzifəsi sülh yaratmaqdır, onları barışdırmaqdır. İkinci vəzifə təcavüzkar qabağında dayanmaqdır. Nə qədər dayanmaq lazımdır? Sona qədər.
sona qədər mübarizə aparmaq lazımdır. Nə qədər ki, Allahın əmrinə, itaətinə qayıtmayıb, bu təcavüzkarlıqdan əl çəkməyib, sən də öz mübarizəndən əl çəkməməlisən. Peyğəmbərimiz buyurur, Ələ unəbbiukum bişərarikum. İstəyirsiniz sizə ən pis insanlardan xəbər verim, şərli insanlardan danışım. Qalu, bələ ya Rasulallah. Dedilər, əlbəttə, ey Allahın Rəsulu, sən də ən pis insan, ən təhlükəli və xeyirsiz insan kimdir? Qalə, əl-məşşəunə bin-nəmimə. Ən ziyankar insan cəmiyyət üçün zərərli ünsür insanlar arasında söz gəzdirəndir. Biz söhbətin əvvəlində qeyd etdik, Peyğəmbərimiz buyurur, ən üstün fəzilətli insan, Allahın sevimli bəndəsi insanlar arasında sülh yaradandır. Amma bu hədisdə Peyğəmbərimiz buyurur, ən pisi, ən ziyankarı, ən faydasızı insanlar arasında söz gəzdirəndir. Əl-müfərriqunə beynəl-əhibbə bil-məayib. Əl-müfərriqunə beynəl-əhibbə il-məayib. Eybləri deməklə, insanların səhvlərini qabartmaqla dostlar arasında, qardaşlar arasında ixtilaf salanlardır. Bunlar cəmiyyətin ən ziyankar, ən zərərli ünsürləridir. Peyğəmbərimiz buyurur, bu insanlar qarşısında durub, siz də mübarizə aparmalısınız. Hədisində buyurur, Mən raddə an ərdə əxihil muslim. Hər kəs öz mömin qardaşının abrını qorusa, vəcəbət ləhul cənnə. Allah ona cənnəti vacib edəcəkdir. İmam Sadiq ağa buyurur, İnsanın vacib ibadətlərdən sonra ən üstün əməli min islahim beynən nas, insanlar arasında sülh yaratmaqdır. İmam Sadiq buyurur, insanın vacib əməllərindən, ibadətindən sonra ən üstün əməl insanlar arasında sülh, səmimiyyət yaratmaqdır. Yaqulu xayran və yumna xayra. Yaxşı danışır və əməlində də yaxşını göstərir. Təkcə dildə deyil, bu dildə müsəlman deyil, əməlində də müsəlmandır. İnsanlar arasında sülh yaradır. Və ən pisi də Peyğəmbərimiz buyurdu, insanlar arasında ixtilaf, nifaq yaradanlardır və insanları qarşı-qarşıya qoyanlardır. Deməli, ayədə Allah Teala buyurdu, insanlar arasında sülh yaratmaq birinci vəzifəniz, ikinci vəzifəniz təcavüzkar qarşısında durmağınızdır. Üçüncü vəzifəniz nədir? Əgər bunlar qayıtdılarsa, yəni o təcavüzkar, o haqqa girən dəstə, şəxs tövbə edirsə, fəin fəət fəaslihu beynəhuma bil-adl. Onda onların tövbələrini qəbul edin. Onları bağışlayın. Onların səhvlərindən keçin və aqsitu, ədalətli olun. İnnallaha yuhibbul muqsitin. Allah ədalətliləri sevir. Allah inşallah bizi ədalətli möminlərdən, vəzifəsini bilən müsəlmanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.